Həmçə deyirlər ki, İslam hüququnda əsas 4 məsələ var. Ancaq Quran-ı Kərimi götürür. Hədisləri götürmür. Yaxşı, bu azan Quranda var, yoxdur. Allahu Akbar, Allahu Akbar. Əşhədü ən la ilahe illallah oxuyurlar. Lakin hədislə təsdiq o, səhih deyil. Onu tarix kimi nəql edirlər. Kim tarixi oxuyur, tarixi elmini oxuyur, o bu şeyləri bilir. Selamun Aleyküm və Rəhmətullah. Hədisləri dini götürmək üçün əsas mənbələrdən biri bilib öyrənmək, yoxsa təkcə Quran yetərlidir deyib, sətrinə düşdükdə hədislərə tarixi mənbə kimi qayıtmaq daha çox etibarlıdır? Sözsüz ki, Quran-ı Kərim əsas məsdərlərdəndir müsəlmanlar. Və lakin tək bir məsdər deyil. Çünki Quran-ı Kərim Allah Subhanahu kəlamıdır. Və o kəlamı şərh eləyən Peyğəmbər sallallahu əleyhi və səlləm olur. Bu da peyğəmbərlərin gəlməyin əsas məqsədlərdən, vəzifələrdən biri idi. Əgər təkcə kitab kifayət olsaydı, nəinki Muhammed sallallahu əleyhi və səlləm, nə Musa əleyhissalam gələrdi, nə İsa əleyhissalam gələrdi. Hələ Allah Subhanahu taala belə göndərərdi kitabı, İncili və ya Tövratı və ya Quranı, deyərdi ki, vəssalam, sizə peyğəmbər lazım deyil. Götürün o kitabını, özünüz başa düşün. Hətta baxın, Musa əleyhissalama nazil olan lövhələr, yəni Tövrat, onlar məhz lövhə kimi ona nazil oldu. Bir dəfəlik. Quran-ı Kərim məsələn yavaş nazil oldu. Buna məsələn gəldi Tur dağına, o lövhələri qəbul elədi, oradan da getdi. Lakin kifayətlənmədi Allah Subhanahu o lövhələrlə. Musayı göndərdi onu. Çünki o lövhələri şərh eləmək lazımdır, baş salmaq lazım idi. Görürsünüz? Ona görə hətta siz məsələn kim hüquqşünaslıq oxuyub bilir. Biraz şəriətdən anlayışı var, İslam hüququ oxuyub bilir. Həmişə deyirlər ki, İslam hüququnda əsas 4 məsdər var. Quran-ı Kərim, Peyğəmbər sünnəsi, icma və qiyas. Onu hətta qeyri-müsəlman olan universitetlərdə oxusanız, görərsiniz ki, bu yetkin rəydir. Yəni bu 4 məsdərdə demək olar ki, müsəlmanlar ixtilaf eləmiblər. Düzdür, Quran, Kərim və Peyğəmbər sallallahu həmsi vəhidir. İcmadır və qiyasdır, vəhyə tabidir. O müstəqil deyil. Çünki icma nədir? Yetkin rəy. Bütün müsəlmanlar yetkin rəy və yetkin rəy ola bilməz ki, Qurana və sünnəyə müxalif olsun. Allah Subhanahu taala buyurur ki: "Və men yushaqqir rasule min ba'di ma tabayyana lahu-l-huda və yettabi ghayra sabil mu'minin nuwalli ma tawalla və nusli cəhənnəm və sa'at masir." Əgər kim Allahın elçisinin yoluna zid getsə, o yolu tutarlar ki, hansı ki möminlərin yolu deyil. Onda nə olar? Yəni, möminlərin yolunu müxalif olur. Möminlər də kimdir? İcmadır. İcmadır. فَاِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُ بِهِ فَقَدْ اِهْتَدَوْا. Hətta Osman Bəqərə surasında deyir ki, onlar deyir, iman gətirsə, möminlər kimi necə iman gətirsələr, onlar düzgün yola düşərlər. Möminlər, yəni hamısı. Ona görə də bu məsələlərdə, müsəlmanlarda ixtilaf yoxdur. Düzdür, heç kim demir ki, hədis, birincisi, Quran-ı Kərimlə hədisin arasında fərq var, şək yoxdur. Quran-ı Kərim Allahın kəlamıdır. Hədis isə Allahın kəlamı deyil. Peyğəmbər sallallahu vəhy olunmuş bir şeydir. Və bu bir fərq. İkinci fərq, Quran-ı Kərim oxumaqla sən ibadət edirsən. Lakin hədisi oxumaqla hər hərfə savab qazanmırsan. Ona görə məsələn namaz Quran-ı Kərimsiz, xüsusən Fatihəsiz səhih deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, la salate limen lem yaqra bi Fatihatil kitab. O kəs ki Fatihəni oxumur, namazı onun doğru olmaz, səhih olmaz. Və həmçinin Quran-ı Kərim hədislərdən fərqli olaraq, Quran hamısı səhihdir. Lakin hədislərin zəifi də var, həsəni də var, uydurma da var. Biz demirik bütün hədislər səhihdir. Onun qaydaları var. O qaydaların əsasən hədislər də isbat olunur, səhih olduğunu təsdiq olunur və dəlil kimi götürülə bilər. Aydındır qardaşlar. Lakin vəhiy kimi, ikisi də vəhiydir. İkisi də vəhiydir. Ona görə görmərsiniz ki, sahabələrdən kimsə desin ki, mən Quran-ı Kərimi, ancaq Quran-ı Kərimi götürürəm. Hədisləri götürmür. Yaxşı, 1500 il müsəlman ölkələrdə azan verilir. Allahu Akbar, Allahu Akbar. Əşhədü ən la ilahe illallah oxuyurlar. Yaxşı, bu azan
Quranda var, yoxdur. Bu müsəlmanlar, bu icmadır. Azanın verilməsi bu həmin o icma deyil. Bütün müsəlmanlar azanı belə verir. Bütün müsəlmanlar deyir ki, Quranda azan var. Yaxşısı azanı hardan götürürsən? Quran-ı Kərimdə azan yoxdur. Deməli, bu 1500 il nə qədər milyonlarla meçidlər tikilib. O meçidlərdə milyard dəfə bu günəcən azan verilib. İndi də bu verilir. Gündə 5 dəfə. Hamısı belə çıxır ki, müsəlmanlar zəlalət içində olublar. Bu sözsüz ki, cəfəngiyyət. Və bir də ki, tarix. Yaxşı, onda sən əgər hədisləri inkar edirsən, onda ümumiyyətlə tarixi inkar edirsən. Heç bir şey inanmıyorsan. Nə Roma imperiyasının olmağını inanasan, nə bilim, heç də inanmayasan gərək. Çünki tarixə görə, yəni tarixlə baxaq tarix necə səhihdir, ən səhih yolu hədislərdir. Çünki orada hər bir xəbər silsilə ilə gəlir. Bugün çox tarixi faktlar necə sübut olunur? Tapırlar məsələn bir dənə qaşıq, haradasa, deyirlər ki, bu qaşıq deyəsən Roma imperiyasında hazırlanıb, o qaşığın üzərində qurulur ki, deməli burada şəhər olub, filan şəhər olub, qaşığın adını tapılır, yəni filan ad olur. Yəni fərziyyələrdir. Lakin hətta bu fərziyələrin qaydaları var. Biz inkar eləmir o fərziyələri. Fərziyələrin qaydaları, bu tarix elmin qaydaları var. O elmə əsasən onlar sübut eləyirlər müəyyən bir tarixi faktlar, döyüşlər və s. Onlar heç kim inkar eləmir. Ağıl sahibi. İndi təsəvvür edin ki, hədislər heç belə olmur. Hədislər, sən bu xəbəri kim çatdırıb, hamısının səndə tarixi var. Bioqrafiyası var. Baxa bilirsən bu adam necə olub, yoxlaya bilirsən bu adam doğru olub ya yox. Sonra ispat edirsən, bu hədis səhihdir yoxsa yox. O özünü savadlı göstərmək üçün, Rami müəllim, deyir ki, mən misal üçün Musa Peyğəmbərin dövründə olan hər hansısa bir hadisəni dəqiqləşdirmək üçün qayıdıram Misir mifologiyasına. Yəni, amma hədisləri qəbul etmir. Yəni, mifologiya özü, elə onun adı mifologiya, yəni yalan. Yəni nağıldır. Mifologiya nağıl deməkdir. Əfsanələrdir. Məsələn, əfsanələrə inanırsan, əfsanələrə dəlil götürürsən. Əfsanələr sənə daha güclü dəlil, hansı ki, əfsanələr kafirlərdən gəlib, onlara sən inanırsan. Müsəlmanlar, namaz qılan, oruç tutan, sənə xəbər verir adamlar. Sən onları götürmürsən, içki içməyən, sən onlardan xəbər götürmürsən ki, yox, bu yalan. Sözsüz ki, havaya uymaqdır. Ona görə hətta baxın, müsəlmanlar adildir. Bizdə də, xüsusən siz tarixi oxusanız, İslam tarixi, məsələn, Peyğəmbər hətta sirasını oxusanız, sirasını geniş şəkildə, istər İbn Hişamın sirası olsun, istər məsələn Vaqidin sirası olsun da geniş yazılan sira kitabları var, tarix kitabları var. Orada görərsiniz ki, zəif rivayətlər çoxdur. Zəif rivayətlər çoxdur. Və alimlər də sira elmində, Peyğəmbər sallallahu yəni tarixidə, sira elmində müəyyən bir məsələdə bir səhlənkarlıq icazə veriblər. Yəni orada tam səhih ancaq hədis olsun deyən belə yanaşmırlar. Çünki bunu tarix kimi yanaşırlar. Lakin qayda qoyublar. Deyirlər ki, məsələn, hansı bir tarix hadisə, məsələn, o döyüşdə neçə dənə adam ölüb, qoşunun neçə dənə sayı olub və s. Səhih hədislə təsdiq olunmur. Lakin hədislə təsdiq olunur, səhih deyil. Onu tarix kimi nəql edirlər. Tarix kimi, lakin deyirlər ki, o hadisələr ki, Peyğəmbər sallallahu əleyhi və səlləm həyatında hansı ki, əhkamlara dəlalət edir. Əhkamlara dəlalət edir. Orada zəif rivayətləri gətirmək olmaz. Orada mütləq bütün o səhih hədisinə uyğun o qaydalar hamısı orada olmalıdır. Yəni biz tarixi inkar eləmirik. Lakin biz bilirik ki, hər bir tarixi öyrənən, hədis elmini öyrənən bilir ki, hədis elmində olan qaydalar o hədisi səhih etmək üçün, yəni təsdiq eləmək üçün o səhihdir, ən mürəkkəb qaydadır. Hansı bir tarixi hadisini təsdiq eləmək üçün ondan qat-qat mürəkkəbdir. Hədisi təsdiq eləmək üçün. Qat-qat. O ki, qalsın mifologiyaya, əfsanələrə inanmaq və s. Ona görə sözsüz ki, yəni, bu bir söz elmi yanaşma deyil. Elmi, hətta adi tarix fakültəsində insan oxusa, o adil olacaq. Başa düşəcək ki, hədislər necə gəlir və hədisləri inkar eləmək olmaz. Ona görə hətta subhanallah, hətta şərqşünaslar, kafirlər, bu hədisləri inkar eləmirlər. Onlar Peyğəmbər sallallahu əleyhi və səlləm, bizim Peyğəmbər barədə əleyhissalam nə qədər kitablar yazıblar. Hamısı hədislərin üzərində yazıblar. Başqa hardan götürəcəklər mənbələri? Müsəlmanlar mənbələri götürürlər. Peyğəmbər sallallahu əleyhi və səlləm hədislər üstündə onlar Peyğəmbərin
barədə danışırlar, neçə dənə zövcəsi olub, necə vuruşub, neçə dənə şeylərdə vuruşub. Nə qədər kitablar var fransız dilində, ingilis dilində, rus dilində şərqşünaslar yazıblar. Hədislərə düzdür, onlar müsəlmanlar kimi buna yanaşmırlar. Ola bilsin, yəni bir çox şeylə inanmırlar. Möcüzələri məsələn inkar edir. O heç, amma ümumən Peyğəmbər sallallahu barədə danışanda bu kitablar əsas götürülür. Və bütün tarixi şəxsləri götürsəniz, onun barədə o qədər səhih məlumat və belə kritik yanaşma o məlumatlara olmuyor. Peyğəmbər sallallahu yanaşdığı kimi. Olmuyor heç vaxt. Kim tarixi oxuyur, tarixi elmini oxuyur, o bu şeyləri bilir. Kim oxur, bilmir. Allah hidayət etsin.